1, 2, 3. Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilərimiz. Sizə köprülərin səhviyyəti haqqında məlumat verəcəyik. Gördüyünüz kimi, Abşeron Ticarət Mərkəzində fərqli sayda hörgü üçün, inaktivasiyaya yapışdırmaq üçün, damları izolyasiya eləmək üçün və fərqli çeşidlərdə məhsullarımız gəlir. Deməli, bugün sizə məhsulun sərfiyyəti haqqında məlumat verəcəyik. Yəni, bir dənə məhsul neçə kvadrat metr yerə gedir. Və bu da asıl ustanın əl səliqəsindən. Əgər ustanın əl səliqəsi yaxşıdırsa, elə bizim kimi vuracaq. Deməli, buradan başlayaq. Bu məhsuldan vuracaq. Və burada gördüyümüz tapançaların bir dənəsə fərqi yoxdur. Yəni, bunlar tapançalar xüsusi tapançalardır. Götürdüyün məhsul hansıdır? Parinor. Parinor üstü. Hə, parinor üçlüyünü istifadə edəcəyik. Tapançada fərqi yoxdur, bir dənə tapança götürəcəyik. Və bu tapançalar haqqında qısa məlumat verim. Tapança profesional tapançadır. Bu tapançaların görünüşündən tapançalar var. Görünüşlü tapançalar var. Eyni belə tapançalardır. Amma bunların içi başqadır. Yəni, biz bu sahədə təcrübə qazandığımıza görə əminliklə deyə bilərik ki, bu tapançadan alıb vura bilərsiniz. Ancaq başqa tapançadan alacaqsınız, eyni bu görünüşlü olan. Məsələn, bir neçə istifadədən sonra baxacaqsan ki, artıq o effekti vermir və yaxud da sprey kimi gözəl şəkildə yaymır. Və bu tapançanın üzərində uzluq ki var və bu uzluq da profesional uzluqdur. Yəni, biz bunu həm belə istifadə edə bilərik, yəni yan divara, həm aşağı divara, həm bunun, bir dənə çəkməm, görsənlər burada yoxsa yox. Bunun xət var, içində xətdir. Bunu çöndərəm bu istiqamətdə. İstənilən istiqamətdə vura bilirsən. Fırladıb belə vurmaq olar. İndi biz bütün dərəcələrdə işləmək olur da, belə deyək. Bəli, bütün dərəcələrdə istifadə etmək olur. İndi biz nəyə görə bu başlıqla istifadə edəcəyik? Biz burada bir dənə sərfiyyət vuracağıq. Və bu sərfiyyətdir. Bura 2 kvadratlıq yerdir. 2, onda 3-dür. 2-dən çoxdur, 2-dən çoxdur. Biz əslində bunun düz olan başlığından belə vurmalıyıq. Düz başlığı ilə. Sadəcə bunu göstərməkdə məqsədimiz odur ki, bu başlıq elə bir başlıqdır ki, bunu həm düzədə istifadə etmək olur, həm əyriyə istifadə etmək olur, həm bunu aşağı tərəf çöndərirəm və polun üstünə belə istifadə edirəm. Ona görə biz deyirik də profesional başlıq. Bəli. Bunu yuxarı qaldırıram, aha bax, yuxarı tərəfə istifadə edə bilirəm. Belə. İndi maskamı geydim. Yaxşı olar ki, fərdi mühafizə vasitələrindən istifadə edəsiniz. İstifadədən qabaq. Bax, görürsünüz, gözəl-gözəl. Bu məhsulların üzərində başlıqları olur. Ancaq bunlar bizə istədiyimiz performansları verə bilmir. Bir tərəfə 2 sm verir, bir tərəfə 5 sm. Hə, biraz məsləhətdir də. Kobud yayır. Kobud yayır, hə. Bunu da bunu olursan qabaq, qəşəng qarışdırırıq. Yəni bir 20-30 dəfə qarışdırırıq. Nə qədər çox qarışdırırsa, bir o qədər qəşəng. Və bir də yaxşı olar ki, ev temperaturunda olsun, məhsulun asılmağı onda daha yaxşı olur. Demirəm, qazın üstündə qoyaq qaynada, amma... Bir dəfə qaynadı partlatmışdılar. Hə, bir dəfə qaynadı partlatmışdılar. Qoyublar, katuska kimi qaynadıblar. O da partlayıb kuxunlar zaten hamısı məhv eləmişdi. Hə, deməli, bildiyimiz ki, sahada belə bir şeydir. Gəl bura. Belə, eyni qaydada bağlayırıq. Rezbadır da. Hamısı rezbalıdır. Hamısı da bütün yəni bizdəki tapançalar hamısına gedir. Çox da güc eləməyə ehtiyac yoxdur. Bağladım, biraz sıxdım, bəs salam. Axıra qədər bağlandı, bəs edir. Yəni möhkəm sıxmayın. Möhkəm sıxsaz xarab ola bilər. Aha, bax, bu istiqamətdə, oradan səhv elə. Bax, belə vura bilmirəm. Hə, çünki o altdan yuxarı çıxır. Altdan yuxarı, bunu çöndərəm bu istiqamətdə. Özümdə əyilirəm bir nəsinə. Aha. Bismillahirrahmanirrahim. Nə gedir? Səthi görməcə bağlayır. Yəni, əsl izoliyasiya. Bu səthi bağlayır. Bura biraz qalın gedir. Əla. 2 kvadrat nə qədərdir bura? 2 onda 3 kvadratdır, hə? Deyək ki,
Bunun içində qalıb var, hələlik qurtarmayıb. Hələ bu içində qalıb. Əla. Bax hələ sonra da deyirlər ki, ona gedirəm bazarda Teymur bu məsələyi də bilirəm. Toxum bazarda məhsullar var, düzdür. Bir var. Amma Bazarda cürbəcür məhsullar var. Bax yenə də qeyd edirəm. Bunların görünüşləri eyni bu görünüşdədir. Amma içlərində kvadratı az olan məhsullar da var ki, qiymətləri ucuzdur və onların içində 1 kvadrat ancaq çatar. demək ki, mövzuya toxunun, deməli qazı çox vururlar. Məhsul azdır içində. Bildin nə demək istəyirəm? Çəkisi də ağır olur onda. Çəkisi ağır olur, qaz çoxdur içində. Sadəcə qeyd edim ki, polların altına bu cür qalınlıqda vura bilərsiniz. Amma dəmir metallara, şiferlərə çalışasınız ki, bunun indi şişəndən sonra ən azı 3-4 sm olacaq. İndi biz bu səhnəni, bu çəkilişi, bu qalsın qurusun bir gün. Ondan sonra sizə göstərəcək ki, məsələn, bu cür vuranın nə qədər qalınlıqda olur. İndi bir də ki, bunu yumağını göstərim sizə. Belə bir təmizləyicilər var, belə kesi başına, və beləsinə. Birinci tapançanı uzun təmizləyirsiniz. Görsünüz bunu. Aha, Çünki qalıb, çünki bu içində lezva kimi bax belə bir nazik bir yer var. Vuran əsas da odur. Aha. O qalıb qurumasın. Bu için boşaldım da. Aha. Bura boşaltmışsın da. Yox, tut aşağı, balon açla. İçində qalıb nə zaman? Üstünə vurmaq istəyirsən, onda səp də, səp vur üstünə geçsin, hə. Hə, buna sən. Hə, səp ki, biraz qalınlıq versin. Maşallah, helafi səp geçsin. Yəni, 2 kvadrat, 2.3 idi, biz də üstünə əlavə biraz səpirik. Çünki balonun içində qalıb. Aha. Yox. Beşə. Əla. Görürsünüz, bu tapançanı açdı. İndi tapançanın görsünüz mü? Ağzından biraz köpük tökülür. Bunu bağlayırsınız. Tapançanı içə zəmləşirsiniz, bax. Bir də təxminən bir 15 saniyə bunu bunun üstündə saxlayırsınız. Çox saxlamaq məsləhət görünmür. Çünki qazı çıxacaq yavaş-yavaş. 15 saniyə saxlayırsınız ki, bu təmizləyici bu tapançanın içindəki yapışmış köpükləri oradan təmizləyə bilsin. Səthə yapışmışların hamısını çıxarsın. Biraz səbirli olun, yəni anadan çıxartmayın. Aha, şu. Aha, şu. Tapança oldu tərtəmiz. Şu. Görürsünüzmü? Bax, rəngli su gəlir hələ içindən, bax. Demək ki, tapançanın içi hələ tam təmizlənmir, görsən. Rəngli su gəlir içindən. Şu, bu tapançanı. Əgər səliqəli istifadə etsəniz, yəni qırmasaz, nə qədər istifadə edəcəksiniz, elə bizim kimi. Belə. Salam aleyküm, Allah sizi qorusun. Hə, tamam. O da qapıda gözləyir, yetim. So, videomu bağlayırıq. Allah amanında yeni layihələrində görüşmək ümidi ilə. Yəni özünüz də gördünüz ki, biz 2 kvadratdan çoxuna vura bildik. Bu sizin vurmağınızdan asılıdır. Çəkə göstərəcək olur. Nəyi? Metrajdan. Gəl mənim cibimdə metrə var, götür. Lazer metrə var, götür. Cibimdə götür lazer metrəni. So. Sən oradan tut. Yandır 2 kvadrata. Kvadrata deyil. Ha, so. Oradan tutur. Oradan tutur. Mən yandıram, gəl vura baxım. Ay şey, bir də zəhmət olmasa Burada vur, qarnıma vur. Yox, bir dəfə tutsun sən o çəkdi onu, bir dənə. Ha, yaxşı. Uzalırmısan? Əlini tut köpüyün kanisindən. Ha, şuna. Köpüyün kanisi buradır. Ha, vur bura. Aha. Köpüyün kanisi. Bir hissəni vurdum. İndi isə yuxarı hissədən aşağı vur. Tamam. Nə qədərdir? 2.2. 2.2. 2.2, 3-4 olacaq şişəndən sonra. 3-4 sm qalınlığında görür. Yəni imkanınız varsa polların altında biraz da nazik vura bilərsiniz. Çox qalın vurmaya ehtiyac yox. yox. Belə qalın ehtiyac yoxdur. Belə yəni mansarlar üçün vurmaq olar. Hə. Belə. Yəni məhsullar öncədir ki, bazarda fərqli növlərdədir və sərfiyyatına görə. Ola bilərsiniz ki, bir məhsul alasınız, məsələn 1 kvadrat verər. Ona görə də indi biraz bazarda da maxinasiya edirlər. Məhsulun içərisini, sərfiyyatını azaldırlar, qazı çoxaldırlar. Yəni belə hallar olur. Ona görə də biz sizə tam olaraq çəkib bax belə şəffaf göstərdik ki, görəsiniz ki, məsələn Polinor 3D nə qədər sərfiyyat verdi. Allah amanında yaxşı. Davam elə, davam elə. Bir də baxarsan, məsələn olaraq bunu ayrı şey versən, çıxardarsan. Təklif edəcəm, sonra lazım olsa bunu şey edərsən də. Hə, Bir də bir şey nəzərinizə çatdırım. Bu sahə, ümumiyyətlə izolyasiya sahəsi
bax məsələn bu sahə Azərbaycanda yenidir. Yəni ola bilsin başqa ölkələrdə çoxdur, amma Azərbaycanda yenidir. Bu sahəni biz usta yoldaşlarımıza öyrətməyə hazırıq. Yəni necə? Məsələn, bir nəfər 10 dənə, 5 dənə alıb gələcəksə, yox, burada biz zaman xərcləyə bilmirik. Əgər bir nəfər bir evin məhsulunu hamısını bizdən alacaqsa, biz elə həmin evə gedib, o mənzildə, o ustanın yanında bir dənə balon, 2 dənə balon, 3 dənə balon vuracağıq, baxacağıq, öyrədəcəyik, necə açmaq. Nümunə vurub gedirik. Hə, bir dənə nümunə vuracağıq, bu xidməti göstərə bilərik. Amma 3 dənə, 5 dənə alacaqsa, yox, onu edə bilməyəcək. Hə, zənglər başladı. Bizim başladı. Hə, biz telefonda söndürmüşdük axı. Yox, dərhal açdım. Açdım. Allah'a emanet, sağ ol. Allah'a emanet, sağ ol. Ötən ötürün başqa olmuşsun bakalım.